Yəqin siz də gördünüz də, çoxlu orada gördüm ki, münasibətlər yazmışsınız. Telli Borçalı bir neçə gün bundan öncə efirdə idi. Mən Telli Borçalını tanımadım. Niyə? Niyə? Mən təbii ki, Telli Borçalını mən çox istəyirəm. Yaxşı xanımdır, özüdür. Özüdür, başqası deyil. Həmişə səhnədə, TV-də, nə bilim, digər yerlərdə necədirsə, həyatda da elədir. Sadəcə olaraq onu makiyaj edən, kim makiyaj etmişdi onu axtarıram. Mən məhz bir neçə gün bundan öncə Telli Borçalını makiyaj edən o xanımı axtarıram. O xanımı axtarıram ki, o rəngləri hardan tapmışdı. Onu elə makiyaj etmək onun kəşfi idi, istedadı idi. Onun nə idi? Hörmətli Telli xanım, mən sizi çox istəyirəm. Amma sizi makiyaj edən məhz həmin gün o xanım kimdirsə, bəlkə də bəydir. Mən bilirəm ki, nə qədər də siz ona filan qədər də ödəniş etmişsiniz. Mən məhz həmin xanımı axtarıram. Kim o xanımı tanıyırsa, onu makiyaj edən o xanımı, onunla bağlı mənə məlumat versinlər. Ona yaxınlaşıb mütləq ondan müsahibə alacağım, onu çəkəcəm, deyəcəm ki, sizdən yoxdur. Çünki qadınlarımızı pis günə qoyursunuz. Telli Borçalını niyə o günə salmışdınız? O nə parıltı idi, o nə bilim nə idi, o nə rənglər idi, o nə rəng çalarları idi. Niyə o qadını o günə salmışdınız siz? Sizə kim ixtiyar verib ki, tanınmış ünlü bir adamı siz belə makiyaj edəsiniz? Məndən Sara Səfradan tövsiyə, Telli xanım Borçalı, siz makiyajsız daha gözəlsiniz.